Şəhərsalma və memarlıq ili çərçivəsində Suraxanı rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində həyata keçirilən geniş miqyaslı abadlıq quruculuq tədbirləri davam edərək Yeni Suraxanı qəsəbəsində də əsaslı yenidən qurma işləri aparılır. İyulun 14-də ümummilli lider Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldiyi və müasir Azərbaycanın inkişaf, tərəqqi yolunun başlandığı əlamətdar tarixi gün münasibətilə Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yenidən qurulmuş Ulu Öndərin siyasi hakimiyyətə gəlişini əks etdirən 14 iyul xatirə kompleksi ziyarət olunub və ümummilli liderin ruhu ehtiramla yad edilib. Daha sonra isə əsaslı şəkildə yenidən qurulan Yeni Suraxanı parkı sakinlərin istifadəsinə verilib. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, Bakı şəhər icra hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdürü Məmməd Qasımov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdürləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları parkda yerləşən şəhidlərin xatirə lövhəsinin qarşısına gül dəstələri düzüblər. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 14 iyul tarixi xalqımızın taleyində mühüm əhəmiyyətə malikdir. Məhz buna görə də bu əlamətdar gündə əsaslı təmir olunmuş 14 iyul xatirə kompleksinin ziyarət edilməsi və yenidən qurulmuş parkın sakinlərin istifadəsinə verilməsi xüsusi rəmzi məna daşıyır. Rayon rəhbəri qeyd edib ki, parkın müasir tələblərə uyğun şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi Ulu Öndərin xalqın rifahına, ərazilərin abadlaşdırılmasına və insanların rahat yaşayışının təmin olunmasına xidmət edən siyasətinə verilən dəyərin bariz nümunəsidir. Həmçinin tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı şəhər icra hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdürü Məmməd Qasımov, rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin hərtərəfli inkişafı və müasir Azərbaycanın qurulması istiqamətində misilsiz xidmətlərindən bəhs edərək, onun siyasi kursunun bugün Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Çıxışlarda ölkəmizdə həyata keçirilən geniş miqyaslı abadlıq quruculuq işlərinin, insanların rifahının yüksəldilməsinə xidmət edən sosial layihələrin və paytaxtın, o cümlədən Suraxanı rayonunun simasının müasirləşdirilməsi istiqamətində görülən işlərin dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olduğu vurğulanıb. Tədbir bədii proqramla davam edib. Gülarə Əliyev adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin və 37 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin təqdimatında nağara ifası, Xarı Bülbül rəqs qrupunun təqdimatında milli rəqs iştirakçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin 89 və 101 nömrəli tam orta ümumi təhsil məktəblərinin şagirdləri vətənə, dövlətçiliyə və ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər. Tədbir çərçivəsində rayonun məktəbəqədər təhsil müəssisələrinin körpələrinin, eləcə də 8 Mart Mədəniyyət Evinin rəqs və rəsm dərnək üzvlərinin, Bakı şəhər Gənclər və İdman İdarəsinin Suraxanı rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə gənc idmançıların nümunəvi çıxışları nümayiş etdirilib.